ilk maşın videomuzdur. D4 falan. Başlanğıc seviyəni eləyə bilərsən. Çünki hər kəs üstündə qabiliyyətin yox. Hər kəs Yəni qızın yanına gələndə heç olmasa fərqlənmir. Məsələn ki, yəni oğlan tərəf incə qol nəyə lazımdır? Biraz məşq elə, zala get. Sənin nəslində, genetikanda saç tökülmə meyilliyi varsa, kreatin onu dəstəkləyəcək. Amma qaqalar var idi, proteinsən qaqa. Protein, protein də demir, kreatin. Hara gedirik mən? Biz heç ara, elə üzü qibləyə. Təzə bir zaldan çıxdıq, Prime Gym-ə getmişdik. Oran çəkilişini elədik. Video da açdı orada. Nə? Video açdı böyürdü sizə. Düzələr. Bu bizim ilk maşın videomuzdur. Görək ortaya necə bir söhbət çıxacaq. Məşqlər necə gedir? Məşqlər hələ ki dərslərə görə Çətin gedir. Yəni ki çatdırmağa çalışırıq. Aha. Məşq gedirik, prosta yuxu və yeməyi yəni düzgün çatdıra bilmirəm. Ən əsas şeylər də olardı da. Bir də ki soruşmaq istəyirdim sizdən ki, əsas yuxudur yoxsa yemək? Yəni bu ikisini götürəndə də. İkisini qarşılaşdıranda, bəli, əsas ikisidir də. Mən deyərdim əsas yuxudur. Çünki bədən yuxuda inkişaf edir. Bəli. Amma faiz olaraq desən 51% yuxu, 49% 100% üstünə hesablasaq. 51% yuxu, qalan 49% yemək deyə bilərəm. Yemək elə bir şeydir ki, belə deyək də, yetəri qədər bədənin çatdırmayasa belə, bədənin yediyi yeməkləri özünü defalayır. Bildin necə şey demək istəyirəm? Yediyin yeməkləri defalayır. Və yağ yandırmaq üçün yemək rasionu istər-istəməz balanslaşır. Bədən yağdan çəkir də. Əgər artıq yağın varsa, yeməyi düzgün yemə, belə deyək də, qalan əks hissəvi bədən özü çəkir. Bu loru dildə baş salmadır. Amma elmi dildə biraz fərqlidir. Elmi dildə kalori defisiti deyirlər. Belə bir şey var. Və kreatin haqqında soruşur. Bir də ki kreatin haqqında düz deyək, indi onsuz əksəriyyəti başlayanda idi mənə. Başlayan kimi bir həftə keçəndən sonra qaçırlar ki, kreatinə, nə bilim, whey protein olsun, protein olsun. Hətta bilmədikləri şey var. Məsələn, elə bir şey professional hazırlaşırlar ki, BCA zad alırlar ki, BCA, glutamin, BCA, C4 falan. Yəni bu nə dərəcədə düzdür? Yəni enerjiyə qədər alanlar da var ha. Enerji zad da alanlar var. Adətən başlanğıc səviyyə olduğu üçün başlanğıc səviyyəni eləyə bilərsən. Çünki hər kəs üstündə qabiliyyətin yox. Hər kəs əzələ üstündə bir hissiyatın yox. Yoxsa ki limitə çatmayıbsan ki, sən gedib onlardan alasan. Limitə çatmasan belə, niyə onlardan istifadə eləməmiş möhtəşəm fiziklər quranlar var? O üstə o elit genetikaya sahib olan insanlar. Ola bilər ki, məsələn, çəki limitin hər hansı bir yerə çata bilər. Təkcə yeməklə qarşılaya bilməzsən. Əlbəttə ki. Onda hə. Bir də ki, minimum hansı vaxtdan sonra almaq daha məsləhətdir, yəni olar. Mən məsləhətim 3 aydan sonra almaq olar. Çünki 3 aya qədər ən azından necə deyim, hərəkət qabiliyyətin varsa, oynaqları işlədə bilirsənsə, əzələ üstünə hakimiyyətin olacaq, hərəkətlər üstünə hakimiyyətin olacaq. Sonra hə, istədiyin... Bir ay onsuz full body'dən sonra öyrənirsən aşağı. 1 ay, 2 ay, maksimum 3 ay ərzində full body'dən istifadə edə bilərsən. Sonra split idmanlarına keçə bilərsən. Yəni bölgəsi olaraq. Məsələn, sinə qol qabağı işləyə bilərsən, kürək qol arxası işləyə bilərsən, ayaq çiyin işləyə bilərsən və yaxud əlavə vaxtın varsa ayağı ayrıca işləyə bilərsən. Normalda ayağı ayrıca işləmək məsləhət görülür. Çünki ayaq həddindən artıq böyük əzələdir. Bir də ki, bu məsələn indi tutaq ki, alınıb da kreatin olsun, o birilər olsun, digər supplementlər. Onların qəbulu hansı formada olmalı, yəni? Qramaj dərəcəsindən deyirəm də və gündəlik olaraq nə qədər olmalıdır, neçə dəfə olmalıdır? Ümumiyyətlə, malı satmaq üçün kreatin deyirlər ki, gündə 2 dəfə istifadə elə. Nədir, kreatin deponda olsun. Amma gündə bir dəfə içməklə, gündə 2 dəfə içmək arasında heç bir fərq yoxdur. İkisinə də kreatin deponda olacaq. Ona görə ən məntiqli yanaşma, mən həm tələbələrimə də belə məsləhət görürəm. Məsələn, 300 qramlıq bir kreatin almışsan, 60 pors eləyir. Onu 4 həftə içirsən, 1 həftə dincəlirsən. Ta ki, kreatinin qutarana qədər. 4 həftə iç, 1 həftə dincəl. 4 həftə iç, 1 həftə dincəl. Elə ki, kreatinin qutardı, sonra 1 aylıq bir istirahət götürə bilərsən. Sonra 1 aydan sonra təzədən bu periodda da davam edə bilərsən. Bir də ki, fayda verəcək. Mən indi təkcə kreatin istifadə eləmişəm. Yəni mənim fikrimcə kreatin effektini almaq üçün yəni normal su içməlisən, yaxşı su içməlisən, maksimum. Günə ən azı, yəni bədənindən, kilondan fərqi yoxdur.
günə ən azı 3 litr su içmək Yəni su şərtdir. içmədinsə onun məncə heç bir faydasını görməzsən. Yox, çünki effektini görməzsən. Kreatin dediyimiz şey nədir? Əzələsinə su yığır. Hə, su içməlisən. Məşq və elədiyin çəkilərdə, elədiyin saylara %10 performans kömək edir. Bir də ki, çoxu çəkinir alanda ki, yəni saç tökəcək, nə bilim. Əsas tökmə genetika ilə bağlı bir şeydir. Əgər genetikanda böyrəklər olan hər hansı ziyanı. Sənin nəslində, genetikanda saç tökülmə meyilliyi varsa, kreatin onu dəstəkləyəcək. Amma araşdırmalar da deyir ki, əgər genetikanızda, yəni nəslinizdə belə bir saç tökülmə problemi yoxsa, yəni kreatin ona heç bir təsiri yoxdur. Bir də deyirlər böyrək problemi, yəni yenə yetəri qədər su içəndən sonra böyrəndə heç bir problem yaşana bilməz. Bir də ki, bu whey proteindir. Bunların bir-birindən nəsə bir fərqi var və yaxud da fərqi varsa. Whey protein dediyimiz şey nədir ki, pendirin alt suyundan düzələn bir şeydir. Bəzi valideynlər də övladlarına qoşurlar. Kimyadır, odur, budur. Qaqalar var idi, proteinsən qaqa. Protein nə özü? Protein də demək protein. Protein dediyimiz şey nədir? Qısa konkret belə deyək də. Yediyin 100 qram yeməkdə də var. Yediyin 100 qram döşətib 1 skop proteinə bərabərdir. Yediyin 100 qramda 25 qram protein var. 1 skopda da 30 qram protein var. Prosta bir şeyin var ki, indi bəzi protein firmalarında görsən içində BCA da var, glutamin də var. Əlavə vitaminlər vururlar. Milliqram supplementlər var. Və yəni də dəstəkdir. Yeməyi çatdıra bilmirsənsə, loro dildə belə deyək, bədənəvə görə hesabladın ki, sənə lazımdır 200 qram protein və sən bunun 150-sini çatdıra bilirsən, qalan 50-sini çatdıra bilmirsən. Qalan 50-ni hardan alacaqsan? Əlbəttə ki, qida əlavələrindən. Dəstəkdir. Yəni qida üçün dəstəkdir. Fikirləşdiyiniz kimi belə möhtəşəm bir şey deyil. Sizi əjdaha və yaxud Arnold Schwarzenegger eləməyəcək. Bir də ki, bu əsas yuxu rejimində bu idmanda. Yuxu rejimi şərt. Yəni, bir nömrə. Maksimum ən gecə saat neçədə yatmaq lazımdır? Düzgün əzələrin inkişafı üçün. Ümumiyyətlə, gecə saat 10-dan saat 3-2 arasında anabolik belə deyək də, inkişafa doğru gəlirsin, belə deyək. Bədənin yaxşı istirahət elədiyi və böyümə periodudur o aralıq. Ondan gecə saat 2-3 arası. O aralığı tutdurup ən azından o aralıqlarda istirahət eləməlisən. Ona görə bilmirəm, bilirsən, bilmirsən, əskərlikdə vaxtlar, nariyyat vaxtları var da. Əskərlərə gecə 2 saat həmin periodlarda istirahət verilir ki, daha dinc olursan durandan sonra. Amma normalda da bu idmanla məşğul olsansa minimum 8 saat yuxun olması şərtdir. Bu bir nömrədir, yəni bu dəyişməz. Məndə bu dəqiqə o da yoxdur. Tələbələrdə belə çətinlik olur, amma məndə laf üstəsindən gəlmək lazımdır. Belə. Başqa bilmək istədiyim bir sual var. Başqa vallahi. Qəşəng söhbət idi, yəni. Gözəl söhbət idi. 7 dəqiqəlik bir söhbət bəs edir. Bəs edir məncə. Söhbət. Bu qədər yox, eləmə, bir sonluq verək də. Sonluq verək də. Son kəsərsiz. Onu kəsərəm ya. Nə qəşəngdir oldu. Qəşəng BMW-dir ya. 120 minə satırlar onu, bilirsiniz? Yox. Kamilyon 38. Olar. Burada zal var idi, bəlkə ora gedək. Hansı zal? Dediniz. Yox, zaldan gəldik. Baxaq da elə belə. Zaldan girək. Zaldan çıxmışıq zala. Mən bəlkə bu videonu yayımlayım. Fərqi yoxdur məndə, tərsi yaya bilərsiniz. Yəni. Baxayam elə. Prosta orada 1x qoymuşam deyə indi mənim burnum çox möhtəşəm şəkildə uzun düşüb də yəni ki. Sifətim əyri də düşə bilər. Siz düşürsünüz, Prosta mən buradan görürəm ki, rom şəkilli düşmüşəm. İndidən bilinir. Əlavə suallarınız da olsa komment bölməsinə yaza bilərsiniz. Cavablandırarıq. Konsept kimi yoxlamaq olar. Belə pis çıxmasın, düşovka videolarda o dəqiqə kommentlərdə olur hamısı. Nəsə bir şeyi izah eləməyə çalışanlar və yaxud da başa salmağa çalışanlar. Ümumiyyətlə, Azərbaycan mentalitetində var. Elmi nəsə söhbət gedəndən sonra nəsə elə uzaqlaşırlar onu. Çünki nəsə biədəb və yaxud da tərbiyəsiz bir şey olar ki, ona maraq göstərərlər. Biz burada məsələn soyunub oturursa söhbət eləsəydik, o dəqiqə dolmuşdu yəni kommentlərin hamısı ki, qaqa niyə belə deyirsən, nə bilim. Belə-belə də yəni ki. Düzələr. Ümumiyyətlə məşq eləyin, məşqsiz qalmayın. Məşq yaxşı bir şeydir. Cavan uşaqlar var ki, cavan dediyim necə deyim,
20 yaşları, 20-dən aşağı. 20-25 yaşda belə ortalama bir deyək ki, Elif. yəni bədənlərinə fikir vermirlər, qarın tökülür, nə bilim, pivə vururlar yay. kofta geyinsən vidsiz durur. Yəni ümumiyyətlə özünüzə fikir verin. Məşq eləyin, məşqsiz qalmayın. Məşq gözəl şeydir. Heç nə olmasa belə kofta geyinəndə səliqəli görsənirsən. Qızın yanına gələndə heç olmasa fərqlənmir qızdan ki, yəni Hə də yəni oğlan tərəfsən incə qol nəyə lazım deyə biraz məşq elə də, zala get, hə də. məşq elə. Qısa video belədir. İnşallah növbəti maşın videoları çəkərik. İnşallah. Marağınız olsa, danışmağımızı istədiyimiz sual olsa, deyərsiniz, mövzu olsa, deyərsiniz danışarıq. Sağ olun, salamat qalın. Sevəcək.